Anam, mən neyiniyim, başıma Ne oldu Bayanur yine? Ay Sadıq, əlimdə biraz pul var. Qız da tələsdirir. Uşaq doğulmadan təcil ev alıb toy eləməliyəm. Bilmirəm, bilən yer də yoxdur. Güvendiğin yerinde ki ben bir tanışım var. Golden Bak. Ben özüm de ev oradan almışım. Harada? Peki gidip sen tanış edeyim. Kardeş bak sen hele buranı dedim Golden Bak. Revan Bey de burada. Salam Revan Bey, necəsiniz? Sağ olun Sadiq bəy, xoş gəlmisiniz. Siz necəsiniz? Teşekkür ederim. Elnur, tanış olun. Çox sağ olun. Elnur Bey ev almaq istəyir. Dedim gəlim sizə müraciət edeyim. Çox yaxşı. Belə siz də deyəsən, axırıncıda evi bizdən almışdınız. Bəli, çox da gözəl oldu. Allah köməyiniz olsun. Çox sağ olun. Belə düz eləyib gəlmisiniz. Ölkəmizdəki ən keyfiyyətli, ən yaxşı əmlak Golden Marşdır. Nə vaxt ev lazım olsa, belə lazım olsa bizə müraciət edə bilərsiniz. İndi siz necə istəyirsiniz? 3 otaq tam təmirli olsun amma. Bəli, hal-hazırda bizə təzə, təmirdən çıxmış, əlim yanlı bir dənə ev çıxır. Bu şans hər genələ düşür. Ona görə də gedək baxaq, yəqin ki bəyənərsiniz, birləşərək götürərik. Necə oldu qardaş? Əla qardaşım. Sağ olsun Golden Mark. Tam istədiyim kimi mənzili mənə tapdı verdi də.